Hər vaxtınız xeyir, dəyərli izləyicilərimiz. Bugünkü qonağımız qulaq, burun, boğaz həkimimiz Kamil Süleymanovdur. Neçə vaxtdır ki, bu mövzuda əslində biz video çəkmək istəyirdik. Hər hansı bir səbəblərdən alınmırdı. Nəhayət ki, doktorun da vaxtı oldu, bizim də vaxtımız oldu və sizin sevimli mövzuza bugün açıqlıq gətirəcəyik. Bugünün mövzusu çöpçülərdir. Doktorum, necəsiz? Yaxşıyam, çox sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm. Siz sağ olun. Xoş oldu sizi görmək. Bizim belə deyək də, gələn əksər pasientlərimiz, siz özünüz də bilirsiniz, biz birbaşa nə olsa sizə yönəldirik ki, burunda, qulaqda, boğazda bir problemimiz olmasın. Amma çöpçü mövzusu elə bir mövzudur ki, pasientlər bir tərəfdən inanır, bir tərəfdən inanmır. Bəziləri isə inadla deyir ki, yox, bu mümkün deyil. Bəs necə oldu ki, bizim qızdırmamız var idi, getdik, boğazından tank çıxdı, yəni başqa bir şey çıxdı. Bu, ümumiyyətcə belə deyək, sizin bir lor həkimi olaraq düşüncəniz nədir? Bu çöplük varmı, çöp düşürmü, o hara gedir? Bu, bizim şükür Allah ki, indi min cür diaqnostika metodlarımız var. Endoskopla da baxa bilirsiniz, KT var, MRT var, rentgen var. Bu nədir ki, belə bir şeydir ki, yəni bunu heç bir şeylə görmədik, amma çöpçü oradan üflədi, nəsə çıxartdı. İlk öncə onu qeyd edim ki, doktor, bu çöpçü mövzusu həqiqətən çox çeynənilmiş, dəfələrlə mediada, sosial şəbəkələrdə müxtəlif ixtisaslı həkimlər tərəfindən müzakirə olunan və aktual mövzulardan biridir. Amma yenə də bəzi valideynlərimiz yenə də çöpçüyə üst tuturlar, çox təəssüf ki. Bir giriş kimi qeyd edim ki, ümumiyyətlə insanda, uşaqlarda, daha çox uşaqlar təbii ki, müraciət edirlər çöpçülərə, valideynlərlə bir yerdə. Yəni, ilk öncə onu qeyd edim ki, uşaqlarda burun, boğaz strukturunda bəzi valideynlərin düşündüyü kimi hər hansı bir böyük həcmli qida qalığının yığılacağı bir cib mi deyim, bir dəlik mi deyim, elə bir şey mövcud deyil. Amma çöp deyilən bir anlayış var. Çöp deyəndə dırnaq arasında, yəni biz onu yad cisim kimi qəbul edirik qulaq, burun, boğaz praktikasında. Bu çöp qala bilər, amma böyük həcmdə deyil, çox xırda həcmdə, ölçüdə qida qalıqları qala bilər. Harda qala bilər? Uşaqların deməli boğazında limfoid toxuma adlandırdığımız badamcıqlar var. Artıq ət deyirlər də bizim el arasında, bəli, artıq ət deyirlər. O badamcıqların ölçüsü biraz böyük olanda, üstündə onun lakunalar olur. Çıxıntılar mı deyir biraz? Biz çökəklik kimi deyək ki, valideynlər anlasın. Bəli, zaman-zaman yemək yedikcə o qida qalıqları, o lakunalarda, yəni çökəkliklərdə yığılıb qalır. Yad cisim yaranır, yəni və bu yad cisimdə boğazı müəyyən iltihabi xəstəliklər, infeksiya mənbəyinə çevrilir, iltihabi xəstəlik yaradır, qızdırma, iltihab əlamətləri baş qaldırır. Buna bağlı ola bilər. İntoksikasiya əlamətləri, ümumi intoksikasiya, ürək bulanmadır və s. Bəli. Ondan savayı həmçində burun udlaqda yerləşən digər limfoid toxuması, yəni adenoid dediyimiz burun əti, həmçinin burun ətində də zaman-zaman həmin o qida qalıqları çox xırda ölçüdə yığılıb qala bilər ki, bunu da biz qulaq, burun, boğaz həkimləri faringoskopik müayinədə, yəni boğaza adi işıq lampası ilə baxmaqla və yaxud vacibiyyət varsa endoskopik müayinə ilə, həmçinin burun udlağı da biz endoskop vasitəsilə tam şəkildə görə bilirik və oradakı yad cismi təsbit edə bilirik. Onun da yəni çıxarılma üsulları var. Amma bəzi o çöpçülər çox gigiyenik, yəni steril qaydalara riayət etmədən burundan və yaxud ağızdan üfürərək özündə olan xronik hər hansı bir infeksiyanı uşağa keçirdə bilərlər. Yəni bu tibbi tərəfdən çox gigiyenik sayılmır, steril sayılmır. Ona görə yəni düzgün deyil müraciət etməklər. Əgər elə bir belə deyək, baxışlı sözü kəsirəm. Buyurun. Yəni orada nəsə varsa, bizim görməmə ehtimalımız yoxdur da, bir lor həkimi olaraq. Bir lor həkimi kimi. Yəni qeyb harasa qeyri-adi bir yerə girə bilməz ki, siz onu görməz, amma çöpçü oradan nəsə çıxar. Xeyr, mümkün deyil. Çünki biz qırtlağa qədər biz endoskopik müayinə eləyib hər hansı bir yad cisim varsa onu təyin edə bilirik. Burun udlaq da həmçinin bura daxildir.
Mən bayaq o gigiyenik normalar dediniz, o barədə bir acı təcrübəm var. Covid dönəmində deməli bir infeksionist kimi biz pasientlər gəlirdi, 37 falan qızdırmalı uşaqlar olurdu. Uzun dönəm bəzi uşaqlar oldu ki, qızdırmaları keçmədi, bağladılar Covid-ə. Bunların deməyəcəm hansı ərazidir. Bunların orta məxrəci belə oldu ki, sonuc olaraq araşdırdım, ortaya çıxartdım ki, bunlar hamısı eyni çöpçüyə gediblər. Uzun müddətli qızdırmalarda da belə ədəbiyyat yazır ki, ilk öncə biz müəyyən xəstəlikləri düşünürük. Bu ya vərəmdir, ya metabolik bir xəstəlikdir, ya da ki, onkoloji bir xəstəlik. Təbii ki, bunu inkar eləmək üçün ilk öncə vərəmdən başladıq. Bütün uşaqlarda vərəm çıxdı. Niyə? Çünki o çöpçü özü vərəm idi. Eynən. Təəssüflər olsun ki, bu adam, bu insanlar, belə deyək də, kontrol altında saxlanılmır deyə fəaliyyətlərini davam edirlər bilər. İndi Allah bilir, sonrası nə olur. Halbuki, mən valideyndən soruşuram, bax, siz stomatoloqa gedirsiniz. Əlcəksiz işləsə icazə verərsiniz. Ya tutaq ki, işlədiyi aparatı steril bir yerə, sterilizatora qoymasa, icazə verərsiniz ki, siz filan kəsin dişini də falan şeylə işlədiniz, mənə də falan şeylə. Deyirəm, təbii ki, yox, düzdürmü? Bəs necə icazə verirsiniz ki, bu qədər infeksiya yayılmış bir dünyada yaşayırıq da, yad adam sizin övladınızın ağzına birbaşa üfürür, tüpürcəkləri ilə də təbii ki, istənilən infeksiyanı keçirə bilir. Təəssüflər olsun ki, acı praktika bunu göstərir. Bəs belə deyək də, bu yad cisim əgər ki, orada qalsa, təbii ki, ağırlaşma olmalıdır. Neçə günə qədər davam edə bilər bu proses ağırlaşma olmadan, təkcə qızdırma ilə? Tutaq ki, ora nəsə düşüb. Tutaq ki, məsələn, burun boğazda yad cisim qalıbsa, bu uşaqlarda daha çox bizim praktikamızda nə qalır? Ya sümük qalır, daha çox valideynlər toyuq falan verəndə diqqət eləmirlər. Toyuğun sümüyü və yaxud balıq tıxı, balıq sümüyü qala bilər. Bu cür yad cisimlər boğazda hər hansı bir struktura, yəni tutaq ki, məsələn, badamcığa batdı. Orada 3 gün ərzində qalırsa, 3 gündən sonra artıq o lokal bir yerli iltihab prosesi başlayır. Zaman-zaman artıq qızdırma falan verməyə başlayır təbii ki. Bu artıq bir işarətdir. Ona görə birinci çöpçüyə yox, ya pediatr, ya lor həkiminə müraciət etməkləri tövsiyə olunur təbii ki, valideynlərə. Buradan da bir mesaj verək valideynlərə. Və ümumiyyətlə, onu da qeyd edim ki, bir məqamı da qeyd etmək istəyirəm. Bu uşaqlarda 3-4 yaşına kimi müəyyən bir vərdişlər, çeynəmə vərdişi, burnu fınxırıb təmizləmək, boğazda nəsə qalıbsa onu tüpürüb çıxartmaq kimi bu vərdişlər hələ tam formalaşmadığı üçün bəzən valideynlər səhvən o bərk qida verirlər. O qidaların içində və yaxud diqqət eləmirlər, bu qidanın içində sümük parçası qaça bilər, yaxud balıq verəndə balıq tıxı qaça bilər və bu cür yad cisimlər qala bilir. Yəni, bu məqamlara xüsusi diqqət yetirmək lazımdır və buradan da bir mesaj olaraq valideynlərə tövsiyə edirəm ki, 2-3 yaşından başlayaraq uşaqlarına burun təmizləməyi öyrətsinlər. Yəni, qabağa təmizləməyi öyrətsinlər. Çünki uşaqlar o dövrlərdə reflektor olaraq buruna nəsə yığılırsa arxaya çəkirlər. Bu tək yad cisim məsələsində deyil, həmçinin burunda bu yuxarı tənəffüsü olan infeksiyası zamanı burun seliyi yarananda o burun seliyini də arxaya çəkirlər deyə avtomatik olaraq bu atitlərə də gətirib çıxardır. Yəni, bu məqamı da qeyd edeyim. Bir mesaj olaraq yenə tövsiyə edirəm ki, bu uşaqlara burun təmizləməyi, önə təmizləməyi öyrətsin. Ən azından belə deyək də, əgər hansısa uşaqda tez-tez çöp qalmasından şübhələnirsə, yaxud qorxusu varsa valideynin, daha yaxşı olar ki, duzlu məhlullarla burnunu yusun tez-tez. Eynən. Ən azından bir, belə deyək də, önləyici bir profilaktik məqsədlə, bəli. Bu fizioloji məhlullardan istifadə edərək, natriy xlordan heç olmasa adi. Burun yuya bilərlər və yaxud apteklərdə hazır satılan dəniz suyu tərkibli duş formasında spreylər var. Onlardan da istifadə edə bilərlər. Ümumiyyətlə 2-3 yaşa kimi tövsiyə olunur. Çünki yenə dediyim kimi o burun təmizləmə vərdişi hələ tam formalaşmadığı üçün uşaqlara bir növ kömək etmək, yardım etmək lazımdır bu məsələdə. Mənə elə gəlir ki, bu mövzunu bugün bacardığımız qədər müzakirə elədik.
Valideynlərə də son olaraq bunu demək istəyirəm ki, uydurulmuş, mənbəyi bilinməyən, belə deyək də, metodlara güvənməkdənsə, öz işinin professionalı olan, təcrübəsi olan həkimlərimizə güvənmək daha vacibdir. Təşəkkür edirəm. Çox sağ olun.